Hər vaxtınız xeyir olsun. Hər kəsə əzəldən bəri məlum olan salatı fərqli yoxlayaq dedim. Çünki bu onu daha doyumlu və daha fərqli qılacaq. Əzizlərim, ilk öncə 3 ədəd kökü qıv-qıv doğrayıram. Burada bir haşiyə çıxmaq istəyirəm ki, kök kartofdan gec yumşalır. Buna görə də ilk kökdən başlasanız əla olar. Və şirin qazanımızın içərisinə köklərimizi əlavə edib qaynamağa qoyuruq. İkinci adımımız isə 4 ədəd yumurtanı qaynamağa qoyduqdan sonra 4 ədəd kartofu da qop-qop doğrayırıq. Xanımlar, bunu etməkdən məqsədimiz vaxtımızın çox getməməsidir. Bu arada kartofun suyunun içərisinə 1 qaşıq duz əlavə etməyi unutmayın. Və tövsiyə edərdim ki, kartofu tez bişdiyi üçün çox qaynatmayasınız. İndi isə kartofdan sonra sıramız yumurtaları qop-qop doğramağa gəldi. Yumurtalarımız biraz həssasdır, narindir. Ona görə onları ehtiyatla doğramağı məsləhət bilirəm. Salat qabımızın içərisinə yumurta, kök və kartoflarımızı əlavə edirik. Sıra gəldi xiyar söhbətimizə. 2 ədəd təravətli xiyar istifadə edirik. Bu minnoş xiyarlarımızı da unutmamaq lazımdır. 6 ədəd isə kiçik turşu xiyar əlavə edirəm. Bütün ərzaqlara var. Bəs xiyara yoxdur məsləhət? Əlbəttə ki var. Xiyarı isə bir sıra ötürməklə soymağı məsləhət bilirəm. Sonrasında isə 660 qram yaşıl noxud istifadə etdim. Və gəlirik fərqli məqamımıza. 280 qram qarğıdalı istifadə edirik. Və həmin o məşhur olan İran xamasından istifadə edirəm. 170 qramdır. Mayonez qisminə keçmədən öncə 300 qram əvvəlcədən qaynatdığım toyuq filesini doğrayaraq salatımıza əlavə edirəm. 5 qaşıq mayonez istifadə etdim. İstəyinizi nəzərə alın. Bir dəstə şüyüdü yaxşıca doğrayıram. Mətbəx lövhəsinin üzərində 10 sapa yaxın soğanlarımızı doğramağa keçid alıram. Yaşıllıq olmadan gözəllik olmaz. Bunun üçün isə göyərtiləri istifadə edirik. Qarışdıran zaman isə mütləq və mütləq taxta qaşıqdan istifadə edin. Tanrım, necə dadlıdır, necə gözəl oldu bu salat. Mütləq sınayın, mütləq və mütləq. Çünki əzbər bilən salatları arada bozmaq yaxşıdır. Şiddətlə sınamağınız ümidi ilə bol-bol sevgilərə.